Salam əziz dostlar. Biz yeni sizinlə riyaziyyat 6-cı sinif 1-ci hissədən davam edirik. Bir dənə yoldaşımız səhifə 4-ü istədi. Mən də yerinə yetirirəm. Deməli, tənasüb qurmaqla əldə edilən sorulara cavab verim. Alıcı 1 kiloqramın qiyməti 2 manat olan pomidordan 3 çiğ ala bilər. O eyni pula 1 kiloqramın qiyməti 1,5 manat olan pomidorun nə qədər alır? Baxın, 1 kiloqramın qiyməti 2 manat olarsa, 2 manat olan pomidordan 3 çiğ ala bilir. Deməli, mən birinci vururam 3'ü 2'ye görüm. Bu 2 manatın nə qədər pomidor ala bilər ümumiyyətlə. Görürəm ki, 6 kiloqram pomidor ala bilər. O eyni pula 1 kiloqramın qiyməti 1,5 olan 6'nı da bölürəm təbii ki 1,5'ə. Cavabını da alıram 4. Bu belə. Buna əsasını eləyəsiniz. Bunun ikincisini izah edeyim. Yem ehtiyatı 60 ilə 30 günə çatar. Bu deməli 60'ı vururuq 138 görək. Ne kadar yem var imiş ki 60 ilə 30 günə çatır. Görürük 180 kiloqram. Bu yem ehtiyatı 90, 180 də bölürük 90'a, deməli 200 ilə. 6. Müəyyən yükü daşımaq üçün hərəsi 6 ton yük götürən 12 maşın lazımdır. Bu yükü hərəsi 9. Deməli biz birinci burada 6'nı vururuq ki 12'ye ki görək ümumilikdə nə qədər yükümüz var ki 12 kamaz şey olur. 13'ünü də vururuq 6'ya. 1 yokta 72. Yani 72 ton yükümüz varmış. 72'ni de 8'e böləndə eləyir 9. Deməli 9 ton yükümüz var və belə 8 maşına da yerləşər. Müəyyən sayıda detal 6 eyni dəzgahda 4 saatda hazırlanır. Müəyyən sayıda detal da bilmirik. 6 eyni detal 6 eyni dəzgahda 4 saatda hazırlanır. Üst dəzgahda həmin sayda detalları neçə saatda hazırlamaq olar? Biz indi burada 6'nı vururuq 4'ə ki, görək ümumilikdə bizim nə qədər detalımız var. 6'nı 4'ə vuranda azıq 24'ü, 24'ü 3'ə bölürük ki, görək neçə saat lazımdır bizə. Bu da biz alırıq burada 24'ü 3'ə böləndə 8. Deməli, bunun cavabı 8'dir. B. Eyni sayda detalı 2 saatda hazırlamaq üçün neçə dəzgah lazımdır? Eyni sayda detalı 6'nı vurduk 4'e, bu elədi 24. 24 tane detalı 2 saatda hazırlamaq üçün bölürük 2'ye, bu da eləyir 12. 12 dəzgah lazımdır bizə. 12 dəzgah. Belə. Keçək 8'ə. X və Y tərs mütənasib cəmiyyətlərdir. Verilən şərtə görə mütənasiblik əmsalını müəyyən edin və Y-in X-dən asılılıq düsturunu yazın. Bakın burada X 4 olduqda Y bərabərdir 2'ye. Eğer 4'ü biz bölürük 2'ye ki, görək əmsal neçədir ki, biz onu bölürük 4'e 2 alınır və yaxud 2'ni vururuq 4'e X alınır. Bu da eləyəcək. Yazırıq bura. Birinci. Bir saniye kalmış. Birincisi Y beraberdir X bölü 2. Bu formada birincinin düsturu. İkincinin düsturu. Yazırıq buradan. Deməli X 3 olduqda aralarındakı fərq deməli 1 tam %62. Aha. Onda burada yazırıq ki deməli Y bərabərdir 3 vur 1 tam %62. Bu formada. Keçəcək X olduqda əmsalımız yenə 2'dir. Yazırıq ki bərabərdir X vur 2. Bu formada füsun. Belə uşaqlar, səhifəli 4'də sizin izah edək. Sorularınız olsa soruşa bilərsiniz. Ama bir şey yadınıza saxlayın ki, mən həmişə yeni boş vaxtım olmurdu. Həmin günü izah eləməyə bilərəm. Deməli, sağ olun, sağlıqla qalın, like atıp abone olmağı unutmayın. Gəlin dərslərə